Hamınızı salam dostlar. Bugün sizlerle beraber ben təzə Crow atmışam ve ben 80 karakterim oldum. Bugün Crow'u sizinle ancak tek Crow oynayacağıq. Baxın, mənlə vs atıb veya dostluqda kupa kasmaq istəyənlər həm bu Digent Grand, mənim aydım Digent Grand Hüseyindir. Baxın, mən Mobizinlə video çəkirəm. Burada Mobizinlə işarələdim. Həm onu yazıb dostluq atıb oynaya bilərsiniz. Həm də baxın, bu kare kodu tarayıb mənimlə dostluq atıb oynaya bilərsiniz. Mən bugün səhər Brock'u 1000 kupaya kastım. 1006 kupa oldu. Onu shorts video elədim. Bir də təzə ikinci günü mən məktəbdə olanda oyuna baxım molası gəlib. Beləncə kiməsə beləncə yazır. Mesela beləncə notun diye bir yer var. Adam üstüne basıp salam yazabilirsiniz. O həmin adama gedir. Siz məndən dostluq olub, məsələn, mən arkadaşlıq istəyi göndərəndə mən onu hamının üçün qəbul edəcəm. Mənə yaza bilərsiniz ki, məsələn, mən sənin takipçinəm, mən səni buradan tanıyıram Hüseyin abi. Baxın, mən klubuma gəlmək istəyənlər də buradadır. Klub etiketimlə girin. Hüseyin deyə bir etiket, Hüseyin klubun adı ilə girməyin, çünki onunla gəlməyəcək. Klub etiketimlə girin. Mən bugün Crow'u çıxartmışam. Onu videodan əvvəl 330 kupaya gətirdim. Niyə deyə sormayın. Çünki 2 dəfə video atmışam. Sonra əlimdə həmin videolar bağlanıb. Ona görə də indi çox əsəbiyəm. Çox əsəbi olduğuma görə də indi təzədən video çəkirəm. Bu 3-cü dəfədir. Bununla da videonu normal eləyə bilməsəm YouTube kanalımı siləcəm də. Əsəbimi oynayır. 3 dəfə telefonu bağladım. Birisində Zaritkam getdi. Zaritkam qutardı. Oynaya bilmədim. Mobizen deyəndə orada o söndü. 1% vardı. Telefon söndü. İkincisində də indi video çəkirəm. Otağa bacım girdi. Hər şey korladı. Video çəkirəm. Onun səsi düşdü. Mən də videonu dayandıracaqdım. Əlimdəydi. Video getdi. Videoda yarımçıq qaldı. Yəni indi çox əsəbiyəm, ona görə qabağıma çıxan hamını bir də bir öldürə bilərəm. Gəl bura qaçma. Əsəbimi korlamısan. Sən də gəl. İndi çox əsəbi olduğuma görə çox oynamayacağım məncə. Siz mənə deyə bilərsiniz ki, mesela bu karakteri 1000 kupa elə, mesela Poco'nu 1000 kupa elə, Squeak'i 1000 kupa elə, Bull'u 1000 kupa elə. Mən istədiyiniz hər karakteri deyə bilərsiniz. Mesela Crow'u 1000 kupa elə. Amma mən də onun yerinə sizdən like alacağım. Mesela mən üçün hasad bir karakter desəz, mesela hasad bir karakter olaraq mənə deyə bilərsiniz. Deyə bilərsiniz. Məsələn, hasad bir karakter deyək də. Mesela Lili'ni 1000 kupa ilə. Mən onu götürüb 1000 kupa eləyəcəm, amma sizdən də bir şey istəyəcəm. Mən istədiyim karakteri görə like verəsiniz sizdən. Hasan karakteri üçün 100 like. Orta karakteri üçün 250 like. Lap çətin, məsələn, Poco kimi lap çətin karakteri üçün də 350 like alacağım. Siz mənim yorumlarıma yazasınız ki, bu videonun yorumuna yazasınız ki, məsələn, Hüseyin abi bu karakteri 1000 kupa elə. Məsələn dedim, siz istədiyiniz karakteri deyə bilərsiniz. Məsələn, Poco'nu 1000 kupa elə. Mən də onun sizdən nə qədər like istəyirəm. Son altına yazacağım ki, məsələn, bu qədər like istəyirəm. Bu like atın, mən deyim. Siz o like atasın, mən onu shorts videolara çəkib qoyacağım. Bu oyunlarda Crow'u oynamaq çox çətindir. Yəni əslində 1000 kupa eləmək üçün orta bir karakterdir. Mən də 6 səviyyə olduğu üçün kasmaq çətindir. 11 səviyyə eləyəcəm bunu. Sonra 1000 kupaya kastım. Yəni siz dediyinizə uyğun eləyəcəm bunu. Siz desəniz 1000 kupaya kas. Mən sizdən 250 kupa istəyəcəm Crow kasmaq üçün. 250 kupa deyirəm ya. 250 like istəyəcəm. Yani 250 like atsanız ben bunu 1000 kupaya kasacağım. Ama yani atmasaz, like atmasaz bir karakter istediğinden sonra like atmasaz ben onu kasmayacağım. Yani üzr istəyirəm ama onu kasmayacağım. Ben
Siz like atmalısınız ki mənim çəkdiyim videolara. Mən də həvəsləndim çəkim o videoları. Mən də həvəsləndim videoları çəkim. Daha fazla həvəsləndim. Mən yay tətilində videolar qoyacağam. Həm də lap çox qoyacağam. İndi mən 6-cı sinifdə oxuyuram deyə. Gündə telefona çox baxmıram da. 1 saat, 2 saat baxıram. Amma yəni yay tətilində həddindən artıq çox baxacağam. Yəni gündə ən azından 3 video belə ata bilərəm. Ona görə siz mənim kanalıma like atın ki, mən sizin üçün daha çox videolar qoyum YouTube'a. Yəni, siz istədiyiniz kimi, məsələn, deyirsiniz ki, gündə 5 video at, hamısı maraqlı olsun. Gündə 1 video at, amma yarım, yəni 2 saat, 3 saatlıq video olsun, amma çox maraqlı video olsun. Mən də ona görə atacağım beləcələn videolar. Düz bayaq mənim zaritkam qurtarmamışdan əvvəl 37 dəqiqəlik bir video çəkmişdim. 17 dəqiqə oynamışdım. Amma zaritkam getdi. İkinizdə də indi bundan əvvəl oyun oynuyordum. Bu yox. Yəni video başlamamışdan əvvəl oyun oynuyordum. Onda da video çəkirdim. Bacım gəldi içəri girdi. O səsi düşdü. Mən də onu denəyə baxım, beləcə video dayandırmaq yerine əlimdəydi video silindi. Ona görə çox əsəbiyəm. Hələ bir də indi burada adamlar öləcəm, daha da əsəbləşəcəm. Sizin də bacınız mənim bacım kimidirsə, kanala like atıp abone olun. Baxın, bir şey eləyirsiz, gəlib hər şeyi çorlayır. Erentinə də dayın oldu be. Bir şey eləyirsinizsə, gəlib hər şeyi çorlayırsa, kanala like atıp abone olun. Deyin ki, mən bir bacım benim. Mən həmişə video çəkəndə təkliyə keçirəm, tək yerdə otururam. Bacıma da deyirəm ki, gəlmə, otağa video çəkirəm. Görürəm üstündən 5-6 dəqiqə keçir, girir otağa. Deyir ki, qaqa min kupa elədim. Min kupa eləmsən, ondan mənə ged oturub kupavı kastə. Görsən içərdə video çəkirik. Allah haqqı, söz deyərsən eşitməzik. Yəni, normal tək mənim bacım belə deyir, hamının bacısı belədir. Uf, gəlmədən dibimə, öldürəcəm axı. Öl çıxqın. Allahu Ekber, Allahu Ekber. Qalsın bu da Allah'ın bir əzanıdır, bu da qalsın burada çıxır. Allahu Ekber, Allahu Ekber. Hesaplaşmaya qaldı. أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمد 2 dəqiqə gözlərim ki, əzan qutarsın, sonra təzdən gəlim. Çünki səs eşitmək olmurdu. Məndə də əzanın səsi çox gəlir axı. Əzanın səsi çox gəlir. Yəni mən Brawl Stars oynayanda indi danışmayacağım. Çünki bir oyun oynayanda danışanda mən biraz oynaya bilmirəm də, yəni yaxşı oynamıram. Ona görə indi danışmağı keçirəm. Dostlar, danışmağı keçirəm. Məni danışdırmayın, çünki fikrim dağılır. Fikrim başqa yerə yayılır. Danışmağa yayılır fikrim.
bura. Uf! Qəşəng. Yana. Buranın ən yaxşı bir detaylarından da birisi budur, sizə bunu deyim. Yani adamı vurur, adamı yandıra öldürür bir yerde. Tulan. Yani adamı yandıra öldürməsə də adam yani gedə ölür də. Bu qəşəng olur. Baxın, bir-birinin dibinə girmişəm, bir-birində öləcək. Mənim 5 yüküm vardı, mən krov idim. Bir-birinin 7 yük vardı, o Bibi idi. Ben onun etrafında fırlana durdum. O da məni vura bilmədi və o canı çox az qaldı. Mən də ultimatlığına görə tullandım, düşdüm təpəsinə, öldürdüm. Mən Brock'u minkupa elədiyim üçün də məndə 9 dənə prestij oldu. Bunu darlayayım, bundan dost oldum ama yine de darlamalıyım ki. Of! Ay darlamam seni. Adam ben kullandı ya. Of. Dostlar, o bir yak 50 dəfə videonu yandırıb asmağın əsəb elədi məndən keçməyib. Əsəb elədi getməyib ya. Mən nə qədər əsəbləşmişəmsə. Gəl. Of, hara, dibimə girmə. Yəni, əgər məndən dostluğa oynarsa sizə pro oynamağı da öyrədirəm. Yəni, əsas odur ki, çox neçə, məsələn, mən 3 ildə oynayıram Brawl Stars'ı. Onun neçə ildə oynamağına baxmır. Adam bir gündə də Brawl Stars'ı yükləyir. İstəsəm, yəni pro adamı belə keçər. Onun neçə il oynadığına baxmır. Yəni, əsas oynayışdadır. Mən məsələn bot kimi oynayıram. Lap 50 ildə oynasam bot kimi, yenə bot olacam. Əsas oynayışı düzəltmək. Oynayışı düzəltsəm bir günün içində məsələn ən güclü adam Hayradır. Hayranı da keçərsən oynayışı düzəltsən. Mən bax 3 ildə oynayıram. Bunun neçə il oynamağına fərqi yoxdur. Mən bunu 1 il oynayandan sonra, yəni bu pro olmağı necə öyrəndim? YouTube'da girdim, ancaq Brawl Stars videolarını izlədim. Baxdım ki, adamlar beləcə girəndə sağ sol eləyə adamların başını qarışdırır, onları öldürür. Mən də eləncə öyrəndim hamısını bir. Sonra güclü oynayan dostlarımla vs atdım. Olan hamısını unuttum. Yəni, hamısını deyib kesmeye. Bir-iki dənəsini uduzdum, amma ondan çox güclü oynayanlardı da. Amma yarısını utdum da, yəni eləncə peki sapışma oynaya. Mən bax, əvvəllər bir karakteri minkupa eləməkdə çox çətinləşirdim. Mən bir dəfə Frank deyəcəydim, adam öldürdüm. Mən bir dəfə Frank'a həvəsim olmuşdu. Yəni Frank karakteri xoşuma gəlirdi. Oynadım 3 ayda albadal oynadım. 3 ayda Frank'i minkupa eləyə bildim. Ən birinci minkupa elədiyim karakter Frank'dir. 3 ayda albadal oynayandan sonra minkupa elədim. Çünki onda minkupa yəni üstü olanda mən eləncə adamların güclü oynamağına qarşılaşmamışdım heç bir vaxt. 3 ay oynayandan sonra Frank'i minkupa elədim. Onun ardınca Edgar'ı minkupa elədim deyəsən. Onun ardınca Edgar'ı minkupa elədim. Sonra gördüm ki, mən təcrübəyə çox prolaşmışam. Mənim üçün minkupa eləmək karakteri o qədər çətin deyil. Ona görə mən də kasıram. Bax, neçə gün 700 kupadan başlayıb 1000 kupaya kasıram bütün karakterləri. Ona görə yəni mənim üçün 1000 kupa eləmək o qədər də çətin deyil. Sadəcə karakter oynayışına baxır. Oynayışa baxır da qardaşım. Karakter səndən oynayış istəyir ki, mən güclü də olsam, bot da olsam, sən bunu oynasan istərsən oynayarsan. Məsələn, Colt çox güclü karakter deyil.
Ama ben oynayışıma göre en sevdiğim karakteri, en güçlü oynadığım karakter Colt. Ama en sevdiğim karakter Colt değil de. En sevdiğim, yok. Birinci Colt'la oynadım, gördüm oynamaq çox yaxşıdır mənim üçün Colt oynamaq. Hem en güçlü oynadığım karakter Colt oldu, hem de en sevdiğim karakter Colt oldu. Oynayışa göre mən də baş verdim. Funksiya. Ay da bu 8 vites xoşlamıram değil mi? Ümumiyyətlə karakterlərin çoxunu xoşlamıram. Özüm oynayanda yaxşı oynayır, başqası oynayanda pis olur. Gel bura tezlə. Tez. Gel burada tezlə. Əsəblərimlə oynama. Sən Allah gel öldürüm qutar da. Onsuz da bilirsən ki öləsən. Krovun əlinə düşdüysə sağ çıxa bilmirsən oradan. Oradan sağ çıxa bilmirsən. Vəssalam. Of, gel burada Spike. Onsuz da bilirsən ki özün öləsən. Gel Primo sen de gel. Rasta sonu yanında çok danışmam çünkü dediğim gibi yine fikrim dağılır. Ona göre çok danışmam. Yani öldü sen de. Canına bak ya ölmedi. Sen öldürün o Krov'u. Havada kazandı. Ben biraz mahnı koşup kasacağım çünkü onda fikrim dağılmış. Yaxşı mı? Tua vibe pega geral, baby, deixa nosso show. As puras, puras, teu toque sempre cai. As puras, puras, chama, baby, deixa nosso show. Agora só quer me prender, tô sentindo o calor, teu calor me imaginar, baby, deixa nosso show. Deixa nosso show. Rebola, mexe, deixa o som entrar. Todo mundo junto, ninguém vai parar. O batidão não vai parar. Sente a energia no ar. Dostlar hala devam ediyoruz. Hala devam ediyoruz. Todo mundo junto, ninguém vai parar. O batidão não vai parar. Sente a energia no ar.
parar. Sente a energia no ar. Mexe, deixa o som entrar. Todo mundo junto, ninguém vai parar. O batidão não vai parar. Sente a energia no mexe, deixa o som entrar. Todo mundo junto, ninguém vai parar. O batidão não vai parar. Sente a energia no mexe, deixa o som entrar. Todo mundo junto, ninguém vai parar. O batidão não vai parar. Sente a energia no Moleque pai, é DJ moleque bom, ele tem experiência, esculacha concorrência, game moleque pai, é DJ